Əgər bir uşaq uşaqlığında ya da bir yetişkin şəxs uşaqlığında yetəri qədər ana döşü əmmirsə, ya da ana döşü ilə olan kontaktı, rabitəsi yerində deyilsə, gələcəkdə onda oral fiksasiyanın formalaşması yarana bilər. Bəs nədir oral fiksasiya? Bu psixoseksual inkişafın oral fazasında ilişib qalmaqdır. Yəni, məsələn, əgər bir insanda müxtəlif zərərli vərdişlərə asıllıq varsa, hansı ki bu ağızla bağlıdır, filan şeyləri içmək, filan şeyləri çəkmək və yaxud da gedir gəlir soyuducunun qapağını açır, ağzına bir şeylər atma dürtüsü formalaşdırıbsa, ya da məsələn həddən artıq alış-veriş etmə kimi bir şey, filan sosial şəbəkədə həddən artıq şəkil paylaşmaq, amma normadan artıq paylaşmalar məsələn. Bu durumda həmin şəxslər bundan əziyyət çəkmiş ola bilərlər. Bəs bunun səbəbi nədir? Oral fiksasiyanın səbəbi dediyim kimi ana döşü ilə doğru rabitənin qurulmamasıdır. Bu iki şəkildə özünü təzahür edir. Ya uşaq yetəri qədər ana döşü əmməmişdir. Bu məsələn müxtəlif səbəblərdən ola bilər ki, uşaq həm də yetəri qədər ana südü qəbul edəmir və yaxud da lazım olandan çox ana döşü əmmişdir. Hər iki halda da bu durum bir şəkildə oral olaraq yetməzliyə gətirib çıxarır. Yəni bizim ağızla bağlı olan davranışlarımızda uşaq vaxtından yetəri bir bağ formalaşmayıb, ya ona belə deyək həsrət qalmışıq, ya da həddən artıq onunla əlaqədə olub həmin davranışla bağlılıq qurmuşuqsa və o bağda ilişib qalmışıqsa, bu gələcəkdə müxtəlif asılılıqların bizdə yaranmasına səbəb ola bilər. Bura qida asılılığı və psixoloji olaraq da həddən artıq qida qəbul eləmə aiddir. Buna görə də, məsələn, hal-hazırda əgər bir ana uşağına süd verirsə, o süd vermə miqdarı və zamanı çox önəmlidir. Yəni, uşaq həm gündə yetəri qədər ana döşü ilə rabitə qurması, həm də aylar, illər olaraq o rabitənin düzgün bərpa edilməsi gələcəkdə uşağın müxtəlif asılılıqlara yatqınlığı riskini azaldır. Bəs bu durum əgər bir insanda varsa nə etmək olar? Təbii ki, bu psixoterapiyaya dayanan bir şeydir. Yəni, psixoterapevtlərlə doğru şəkildə bunun səbəblərinin araşdırılması və ona uyğun olaraq da müalicənin tətbiq edilməsi ilkin atılacaq addımlardan biridir. Digər tərəfdən bu oral fiksasiya durumu həmçinin insan özünü, məsələn, uşaqlıqda o formalaşdıra bilmədiyi əminlik, güvənlik ortamını böyüdükdə özü üçün formalaşdırır müxtəlif oral aktivitələrlə birlikdə və bu da daha çox stres durumunda görünür. Məsələn, fərqli situasiyalar qarşısında həmin insanlar dırnaqlarını yeməyə başlayırlarsa, ya da bir şeyləri dişləmək həvəsi ya da bir şeyləri dişləmə dürtüsü varsa içərilərində, ya da stres vəziyyətində müxtəlif zərərli maddələri daha çox qəbul etmə durumları olur. Buna görə də stres səviyyəsinin ümumiyyətlə həyatda aşağı salınmasında fayda vardır. Hansı ki, bunu yenə də şəxsdən şəxsə dəyişə bilər. Hər kəs öz həyatına baxıb hansı nöqtədə daha çox stressdən əziyyət çəkirsə, məhz o nöqtədən başlayaraq o səviyyəni aşağı sala bilər. Ya da müxtəlif oyuncaqlar, xüsusən də rezin oyuncaqlar, hansı ki oyuncaqlarla insan əlində saxlayır və o stres anında ağzına bir şeylər aparma dürtüsü gəldiyi anda həmin o rezin tərkibli oyuncaqlarla oynadıqda o stresi müəyyən qədər aşağı sala bilər. İzlədiyiniz üçün təşəkkür edirəm.